Yemeğimizi yiyin. Ceyhun. Götür ye. Ceyhun. Sərxan nə vaxt gələ bilmirsən? Deyəsən axşam 9-da təyyarə düşür. Bu neçə ildir qardaşımı görmürəm. Mən də yaman darıxmışam. Ne vaxtdan bu evdə bıçaq-bıçla danışılıb? Mama, Sərxan gəlməyini deyirdim də. Otur. Yemeğimi ye. Siz de. Eşinmədiniz? Mama, məhəllədə söz-söhbət gəzir ki, güya sən Fatma xalanın qızı Nurayı Sərxana almaq istəyirsən. Alacağım qardaşınıza. Ana, bəlkə Sərxan özü gəlsin sonra baba. Sen mənə ağıl öğretirsən? Danışma! Belə ağıllıydınsa üzvə verirdin də o ağılı. Kardeşim de gelen kim evlenecek? Bu evde hiç kimi artık söz diyebilmez. Yoksa senin kimi? Mən işə getməliyəm, gedə bilərəm. Ben hele sözümü kurtarmamışım. Bu evde artık hiç kimse gelebilmez, hiç kim. Gördük de senin sevdiğini, seçtiğini üstümüze dayıttın. Şimdi oturmuşsan yanımda, bu harabada. Reddol. Çık git. Git. Elədi kızım, elədi. Akşin bala, gelmək istəyənlər varsa denən gəlsinlər. Gəlmək istəyən çoxdur Şəfəq xanım. Demək olar ki, hamısı da sizin yanınıza gəlir. Deyirəm bu cəmaatın işi gücü yoxdur da. Boşanmaq məsələsini lap oyuncağa çeviriblər. Nədir yenə zəhrimarı kim düşünsən üstümə? Yaxşı eləmişsin. Hə? Alın onu gətirin mənim üçün. Yaxşı qardaşlarım. Hə? Yaxşı eləmişsin. Hə? Boşayacağım səni. Boşayacağım səni. Rədd olub gələcəksən atanın xarabasına. Boşayacağım səni. Dedim. Boşayacağım. Al bana. Atam bana gene tanışma. Sen dilasmışsan. Sen dilasmışsan. Sen dilasmışsan. Dilasmışsan sen. Ne dedim hakkımda? Doğrudan ha. Atam. Gör bacan onu bak. Ona göre açığa gelir. Atanın xarabasına. Xarabasına. Cəhənnəm olub gedəcəksən. Kamil komşular eşidir mi ya? Eşidir. Yaxşı mı eşidir? Qışqırma. Həcə verirəm. Haram eşitsin. Boşayacağım səni. Boşayacağım. Boşayacağım. Dur artist yerime kalk ayağa!
Ayağa Nazlı. Nazlı ayağa kalk. Ayağa kalk! Dur ayağa! Dur ayağa dedim sana, dur! Aşağı düşürsen seni boş yerden ben dolu gene satın kalamaz. Buraya gel dedim sana! Akşin bala çık gör orada ne ses küydü. Gelmişim otağım. Kara... Ne oldu? Deyəsən axşama görə yaman həyəcanlanmısan. Deyirəm elə gələk dünən ağzın üstündə bir dənə qoyardım. Axşama da söhbət qalmazdı. Kişi kimi dinlə qorxursan. Kim ola mən? Sən elə danışdın, elə bir Orxan böyük bir zibil zatdır. Şamama haber. Bacım. Size bir zahmet. Bunları bizim için doğruya koyalım. Salam sana. Deyirəm axşam qıza görə döyülməyə qoyuram. Sən bu inəməlli başlı qatıqlayırsan, ha xəbərin var. Əşi sənə demirəm ki, Orxan söz deyirəm. Nəsə, mən çıxıram yuxarı. Ay arvad, yeməklər hazırdır. Yazım, bu saat baxaram da. Sən bura yazmağa gəlmişsən, yoxsa yeməyi pişirməyə. Əvvəl yeməyi pişir, sonra yazı yazarsan. O gəlib çıxmamış mamajona qız tap. Qardaşın qızı görməyir. Vay hardan xəbəri var? Birinci dəfədir görəcək. Mamanı tanımırsan. Sonra qorxuram gələcəkdə mənə də problem çıxarda ki, mən səni öz istədiyim qızı alırım. Pisdir ki, qohumdan yaxşı bir qız tapardı sən. Valla sən qalan qohum olacaq da, müdirin qızı boğazında qalır. Amma yavaş olursam o girərək də bir yavur olaram. Bax, güya belə Səman vecinədir. Bir kəlmə sözü bir il deyə bilmirsən. Nazan bəlkə də sevgisiz alır. Sən etiraf eləyən kimi gedəcək yəni. Bir gün də Vidadi müəllimə sənə eşidib, səni atacaq çölə. 10 dəqiqə iclas başlayır, hamı iclasa. Heç kim gecikməsin. Mehindən Səmanı. Onlara da xəbərlə tez gəlsinlər. Tez. Hamı iclasa. Vidadi müəllimə sələşdirmək olmaz. Abi da başımıza belli olub ya. Ceyhun. Ay Ceyhun. Eriş. Sana ne oldu? O gelmesin. O kimdi? Oğlum. Bəs deridiz, o heç vaxt gəlməyəcək. Ceyhun. Mən olan yerdə
Heç vaxt başını aşağı salma. Sən olan yerdə oğlun niyə getdi? Oğlun yox, atam. O sənin atandır. Atam deməlisən. Mənim atam yoxdur. Anam da yoxdur. Mənim ailəm yoxdur. Birinci dəfə mən sizi bura yığanda çox məsuliyyətliydim. Baxırdım sizlərə, deyirdim mənim burada bir ailəm var. Amma indi çevirmişsiniz buranın bazara. Nə vaxt gələn biri Facebook'dadır, biri kinoya baxır, biri iqra oynayır. İdadi müəllim, siz gələndə abed idi də. Saat 1-dən 2-yə qədər gedin, nə qədər zəhərlənirsiniz, zəhərlənin. Yarım saat, 1 saat işə gecikirsiniz. Hələ utanmaz oturub çay da içirsiniz. Bundan sonra nəinki iş həyatınıza, hətta şəxsi həyatınıza da qarışacağım. Qızım səmadan tutmuş hər birinizə qədər. Bu sezon sevmək, sevilmək, evlənmək, xəstələnmək qəti qadağandır. Yeni sezonda həyata keçəcək layihələrimizin artıq 3-ünün anonsları başqa kanalda gedir. Biz də araşdırdıq və dəqiqləşdirdik ki, bu materialları satan kimdir? Bunu kollektivin içində demək istəmirim. Amma məcburam. Azər kanalın materiallarını satdığına görə işdən azad olunursa. Artıq söz danışmağa məni məcbur eləmə. Mən hər şeyi aydınlaşdırmışam. Düş kadrlar şöbəsinə ərzəni yaz. Bundan sonra kiminsə əlində stəkan koridorda veriləndiyin görmürəm. Sonra o telefonla danışanların da nəzərinə. Telefonla ya abeddə, ya da işdən sonra danışarsınız. Əsas da sən Samir. Bu ay reytinglər qalxmasa, hamınız özünüzə iş axtarırsınız. Azər də işdən çıxartdırsa vəziyyət gərgindir ya. Ümiddən deyim, papa çox əsəbidir. Özdə evdə Dabilyasını güclə saldıq. Yaxşı. Uşaqlar düşünürsünüz, nə ara? Ya siz gedin bizim bazı söhbətimizdən sonra gələdik. Orxan gözləyim səni. Yox, düşünsünüz, biz gələcəyik də işimiz var. 5 dəqiqəyə bir-bir bıraxın gəlsin. Başla. Nazlı qızım. Bayaq o boşanmaq haqqında sözlər birdən ağzımdan çıxdı. Özüm də istəmədim. Narahat olma. Mənim əslində dərdim bayaq sizə danışdıqlarım. Yaxşı. Sən hər şeyi belə tez ürəyinə salsan, tez qocalarsan. Anandır da deyir. Heç inanmıram ki, o da sənin pisliyini istəsin. Bilirim Şərəf xanım. Anamdır. Canımdır. Ama dediği her bir söz yüreğime iğne kimi batır. Yaxşı. Sil gözlərinin yaşını. Sal başını aşağı. Sənə sünnətinlə məşğul ol. Axşama
bizdə təntənəli evlilik mərasimi olacaq. Tekstini hazırla. Kızım, toyda adıma layık iştirak edin, yaxşı? Hayır, başa düşdüm baba, başa düşdüm. Toyda bütün gün ortalıqda çıxmayacaq. Çok danıştın ha. Aman düzlüyordu, onların valideynleri bizim toyumuzda yerleştirecek. Kemal, sen de toyda özünü yaxın aparma. Deməsinlər ki, Əsmərin gəlini özünü dartırdı. Baş üstə ama, ne deyirsən, ne deyirəcək. Sərxan. Gəldim. Mən hazır. Yaxşı, yavaş-yavaş gedək. Qızından, gəlindən, kürəkəndən arxayın ol. Olar mənə əmanət. Mama, olar ki mən bugün padırdan birdə qalım. Ne gəldi deyirsən? Olmaz. Kız uşağının başka yerde ne işi var? Gelin. Sen cebinin başında at, yoksa bize gitmeye icazə vermeyecek. Narahat olmayacak. Geldi. Getmirik. Yox, olmaz. Amma gələn dəfə sənə söz verirəm ki, aparacam. Yaxşı? Yaxşı. Dedim ki, olmaz. Gəl. Sağ olun. Sağ ol. Sen gel bebeğin yanına. Anne? Ay nene. Nene sana ne oldu? Nene. Allah bebi. Nene ne oldu yine pisleşip? Darıxma canım. Darıxma gəlirəm indi. Maral sen oradasın. Maral geç bize tez ol. Danışma tez ol, mamamın vəziyyəti yaxşı deyil. Yəqin şəkəri qalxıb. Mən də gəlirəm indi. Mama ne oldu sana? Mama danış kurban olun, ne oldu birdenbire sana? Ceyhun ne oldu buna? Maralarda kaldı. Ana ne oldu sana? Ay kız ne olur? Maral tez ol. Səslən var idi da. Geç o yana. Ay Əsmər xala, yenə səni kim əsəbləşdirib? Bu qız. Ha bu Vidadi müəllimin beyni yaman çönüb ha. Biraz ehtiyatlı olmaq lazım. Güzlə özümü toplamışdım ki, bu insanlıya etiraf edeyim. Yenə aləm qarışdı. Sən bu etiraf məsələsini saxla soraya. Kişi siləsə başınızda oyun açacaqsan. Kişi düz deyir də. Vidadi müəllimin qulağına çatar. Sonra hamımızın mitinini atar bayram. Bu imzası oturub toy günü Səmaya baxır. Axır əvvəl hiss eləyəcək ya. Neyini? Özündən asıldır. Onsa problemin içində baxıram, sizə bir tərəfdən əsəblərini oynamayın desəm. Axşam ataşla söhbəsə kimdən gedəcəksən? Kimdən getməli? Tək. Mənə elə gəlir ki, o tək gəlməyəcək. İstəyirsən biz də gedəcəyik. Yox. Əki, bura bax. Avara adamdır, vecv alma. Nətər vecib alma? Necə vecib alma?
Görmürsən, sən mənə harada tutub başlayıb giz-giz danışmağa. Hələ bir utanmaz mənə deyir ki, bir də səni bu qızın yanında görmür. Güya, Ataş deyil onu. Gəlin gedib büfetə qızlar oturub orada indi 100% ataş olaraq şirinlik edir. Dur anam, dur. Gəl. Yo, yaxşısan maşallah olsun. Şəkərin aşağı düşdü. Yaxşıyam. Amma elə bil halın yoxdur. Səni inandırmağa məcbur deyiləm. Git işlə. Maral, əgər işin yoxdursa, anamın yanında qal, yaxşı. Ay qız, narahat olma. Sən git işinlə məşğul. Mənim onsuz da Əsmər xala ilə işim var. Git. İdarənin ən gözəl xanımlarına eşq olsun. Bura idarə deyil. Bura kanaldır. Doğrudan olsun kanal. Əsas odur ki, buranın ən gözəl xanımları sizsiniz. Xüsusən də bu sağ tərəfdə əyləşən. Buyurun, ürəyiniz bir şey istəyirsə qulluğunuzdadır. Siz nə vaxtdan aksiyon işləyirsiniz? Biz elə bilirdik, siz buranın müdürüsüz. Sizin üçün afisant da olaraq, aşpazdır. Uşaqlar gəlsin, bir yerdə sifariş verəcək. Yaxşı. Biz aramızda. Çox şirin oğlandı. Doğrudan? Şirini. Deməli, Fatma xahiş elədi ki, bu işi dəqiqləşdirim, hə ya yox. Baxmayın da, nə qədər də olsa qızıdır. Özü Fatmanın əri bilsə diri soyar onu ye. Özünüz də yaxşı bilirsiniz ki, qızın adına tez söz çıxır. Sonra alan zat da olmaz, qalarıq belə, bir abır olarıq. Maral, sən indiyəcən görmüsən ki, mən sözümün üstündə durmayayım. İndi vaxt itirmə. Ged Nuraya zəng elə, bura gəlsin. Axşam Sərxanla tanış olarlar. Yaxşı. Qızı bura getirməmiş, bir də bu evə gəlmə. Onda sən də çalış, şəkərin qalxmasın. Özüvə gəl. Yaxşı, gedin də. Özünüz yaxınlaşdınız daha yaxşı olar. Oldu, sağ olun. Məni başa düşün. Mən çox yorulmuşam. Bütün günü söz söhbət, bütün günü dava dalaş. Nə qədər olaraq? Yorulmuşam. Məndə də 4 var. Mən boşanmaq istəyirəm. Vəssalam. Boşanmaq istəyirsən? Hə, boşanmaq istəyirəm. Boşanmaq istəyirsən? Boşanmaq istəyirəm. Boşanmaq istəyirsən, boşan. Qoy hamı səni bəzilər kimi boşanmış bilsin. Boşanma səbəbini bilmədən heç kəs haqqında belə danışa bilmərsiniz. Xanım, üzr istəyirəm. Mən sizi göstərmirdim. Amma elə çıxdı.
Nazlı kızım, biraz sakitleş. Bayram, zahmet olmasa Nazlı'nı bayra çıkar. Bir stəkan su ver içsin. Görürsən, bax, heç kimlə yola getmirsən, heç kimlə. Sən də fürsətdən istifadə eləmə. Ağlıma gələni danışım, yoxsa əlimdən xata çıxacaq. Oğlum gəlir. Bir, iki... Toydan gəlirlər, mənə sıfırı hazırlatdırırlar. Alo? Hə? Əsmərdir danışan? Nə? Nənə, yaxşısan? Az neçə ildir bəxtim bağlanıb. İndi elə ki, Əsmər arvadın gözünə girdi, hə? Maral xala, bilirəm də evdə qaldığımı. Hər dəfə başıma niyə vurursunuz sizi? Bilirəm, onunla vurmuram. Deyirəm, yan ürgən də görüm aparmayacağım ki. Maral xala, bilirəm bu iş alınmaz. Mən də özünüzlə aparırsınız sonra. Atamın da xasiyyətini bilirsiniz də. Bilirəm. Sən Əsmər xanımı tanımırsan. Ha, qız nazlı o boyda qız onun sözündən çıxa bilməz. Hələ oğlunu demirəm. Ha, qız qabağında cınqırığı belə çıxmaz. Doğrudan yaxşı yadıma düşdü. Bax, özünü orada ağır aparırsan, eşitdin? Arada soruşarsan, çaydan, zatdan gör nə istəyir, yaxşı? Ha, sonra mənə sağ ol deyərsən. Ha, razborçik. Deyirəm, gəl hər ehtimala qarşı biz də səninlə gedək də. Birdən lazım olarıq. Qıraqda dayanarıq. Siz söz başa düşmürsünüz da kişi. İndi kim olsa da kişi kimi söz danışmışıq da onunla. O dedi ki, tək gələcəm. İndi gəlsin yanımda siz yoxsa bir abro olun mən. Tək gedəcəm də dedim, tək gedirəm. Sən yaxşılığı yoxdur. Ged nə istəyirsən elə özün bilərsən. Xanım, mən bir də sizdən üzr istəyirəm. Vallahi mənim niyyətim o deyildi. Eybi yox. Oldu, keçdi. Nazlı, indi yaxşısan? Yaxşıyam, narahat olma. Lap yaxşı. İnanın mənə, adamlar var ki, bütün ömrü boyu uşaq həsrəti ilə yaşayır. Minlərlə pul tökür, amma övlad üzünə həsrət qalır. Sizsə olanın da qədrini bilmirsiniz.
Dur get çay gətir. Bir dənə uşağı da saxlaya bilmər. Adam döyürsən axı. Heyvansan, heyvan. Heyvan. Bəsdir! Sən nə vaxtdan uşaq barədə düşünən olmuşsan? Hə? Ya mənə gün vermirsən? Bir dəfə olsun yanımda oldun. Sən əslində məni yox, içib özün apara bilmədin, o zəhrimarı sevirdin. Səndən ötürü hamıdan keçdim, hamını tapdadım. Sevdiğimin yanında olmaq istədim, bəs sən neynədin mənim üçün? Dil açmısan ha sənə? Dil açmamışam. Ömrümdə birinci dəfədir ki, öz haqqımı istəyirəm. Sən uşağı içəndə, hər dəfə məni təpinin altına salanda düşünərdin. Hər şeyə dözdüm səndən ötürü, hər şeyə, içməyinə, həyat tərzinə, valideynlərin durduruna. Az danış. Bəs sən neynədin mənim üçün? Az danış. İçirəm, yaxşı eləyirəm, içirəm. Əcəb eləyirəm, içirəm. Bəlkə durub məni döyəsən ha? Hə? Nə deyəmmisən? Dur bir iki dənə ilişdir də mənə. Hə? Sən nə qədər dəyişmirsən. Sən əvvəllər belə danışmırdın. Sən öz uşağını öldürəcək qədər dəyişmirsən. Yəni mən sənin üçün bu qədər dəyərsizəm, hə? Sən bu qədər azğınlaşmışsan, hə? Ayrılmaq istəyirdin. İstəmirdin, istəyirdin. Düz deyirsən. Biz elə ayrılsaq yaxşıdır. Ayrılmaq istəyirsən? Hə? Ayrılmaq istəyirsən? Cəhənnəmə ayrıl. Dana yana ayrıl. Ayrılmaq istəyirsən? Ged ayrıl! Çal. Uşağınız sizin verdiğiniz ani kararın kurbanı olmasın. Kızım, de görüm işləyirsən? Bəli, işləyirəm, ev yığışdırıram, ev işlərində məşğulam. Bütün günü demək olar ki, günümü evdə keçirirəm. Mən o işi demirəm. Ağız, maaşlı işi deyirik. Xeyr, xeyr, mən heç bir yerdə işləmirəm. Çünki atamın xasiyyətini bilirsiniz də, onu məni işləməyə qoymur. Lap yaxşı. Sizə çay gətireyim. Sən hələ bu evdə qonaqsan. Otur yerində. Hazırsınızsa başlayaq. Hə, başlayaq. Hörmətli Səlim bəy və Nüşabə xanım, siz bir ay bundan əvvəl vətəndaşlıq vəziyyəti qeydiyyatı şöbəsinə evlilik barəsində ərizə yazmışsınız. O gündən bugün heç nə dəyişməyib. Hörmətli Səlim bəy, siz həyatınızın ən məsuliyyətli vaxtına başlayırsınız. Bilirsiniz, həyatda elə hadisələr baş verir ki,
biz onu əvvəlcədən təsəvvür edə bilmərik. Üzr istəyirəm. Bir sözlə Səlim bəy, siz həyatınızın sevincli anında, kədərli anında, xoşbəxt olanda da, sağlam olanda da, xəstə olanda da Nüşabə Məmmədovanın yanında olacağınıza söz verirsiniz. Bəli, mən onu ovucumun içində saxlayacağam. Göz bəbəyim kimi qoruyacağam. Bəli. Mən söz verirəm ki, onu ovucumun içində saxlayacağam. Onu göz bəbəyi kimi qoruyacağam. Bəs siz, Nüşabə xanım, Səlim Qurbanovla evlənməyə razısınız? Bəli. Mən də sizi bugündən etibarən ər və arvad elan edirəm. Allah sizi xoşbəxt eləsin. Xeyirli ailə həyatı nəsib eləsin. Buyurun, imzalayın. Qaynanama deyəcəm ki, toyda heç yaxşı oynamadı. Deyərsən. Bir dəqiqə içində sənlə qaynanamın arasında elə vurum ki, mənə sağ ol deyərsən. Bura bax, mamam buna ehtiyacı yoxdur. Onsuz da hamını peşman eləyirsin. Ama yırıksın ha. O burada dağ kimi kürəkən olur. Bura bax, hey, mənim adım Əsmərdir ha. Anam boş yerə məni belə adlandırmır. Əsmər! Gülün. Serkan Kalas. Serkan, gelirsen Serkan! Serkan! Hanı benim uşaqlarım? Hanı? Mənə uşaqlarım lazımdır. Hanı? Dinən susursan. Əməliyyatdadırlar, mama. Hər şey yaxşı olacaq, sakin ol. Deyir, vəziyyətlər yaxşıdır. Ana, sakit. Sakit olmuram. Deyin, mən uşaqlarımı göstərin. Göstərin mənə uşaqlarımı. Həkim, vəziyyətlər necədir? Sərxanın vəziyyəti yaxşıdır. Amma demə. Demə amma. Demə mənə amma. Allah səlam versin.
Hoş gelmişsiniz. Başa düşdün? Gördün ki məsələni özüm həll eləyirəm. Sakit otur yerində. Mən sən üçün inanmıram özün həll eləyəsən. Sən bu gizli söhbətlərinlə bu il mənim başımı xarab elədin ha. Nəysə. Amma gördün vəziyyət pisləşib yerindən çıxa. Yatma Qulaq asma. Bəs birdən hiss elədin. Hiss eləyən deyil, qorxacaq olma. Nəysə, davay tərpən. Bu qədər böyümüsən ki, gəlib gəlinlə görüşmürsən. Ana, mən içəri girəndə xoş gəldin elədim. O mənim gəlinim olacaq, gəlinin. Bugün heç yaxşı deyiləm. Qurban olum üstümə gəlmə. Bir də qardaşım gələr. Özünlə desə... Bir de bu haqda danışma. Yine Orhan bu barədə nəsə deyə bilər, amma sən... Sizi başlı başına bıraksam başıma çox olur dersiz. Necə ki gətirdiniz. Yüz dəfə demişəm ki, özünü ələ al. Onu mən öldürdüm. Onu mən öldürdüm. Onu mən öldürdüm. Mən öldürdüm. Sen öldürmedin. Kamaz şoförü öldürdü. O alçak ailemizi yok eledi. Sen yok. Burada yaşaya bilmirəm. Oğlumun, Aylanın üzünə baxa bilmirəm. Sənin üzünə baxa bilmirəm. Yaxşı. Yaxşı. Hazırlaş gelirsen. Mən burada yaşaya bilmirəm. Yaşaya bilmirəm burada. Gidersen Yaşaya dayımın bilmirəm burada. Burada yaşaya bilmirəm. Dayımın yanına gidersin. Ben gel dememiş gelme. Harda kaldı bu göresen? Yarım saat səni gözləyirəm, ama dolamısan mən. Hörmətli adamı gözləyər.
Ne var ha, ne boylanırsın? Sənin kimisinə etibar yoxdur. Baxıram görüm özünün adamzad gətirməmsən. Bəlkə də gizlətmirsən buraları. Mən alçaq deyirəm, mənə dəhk etməyəcək gəlmiş. Bax! Bir cürt gəlib nə qələt edəcəkdir? Qulaq as. Biz bu məsələni... Sən alçaq! Az da bu boyda pudradan sonra kim gözəl olmaz ki? Mənim canım yanmasın. Mən elə pudrasız da gözəlim. Tezliklə bu evdə toy olacaq. Ne oldu bunun gelmeyi? Bir imkan da vermedik karşılayaq. Dayan. Hara girsən? Dayan. İndi özüm açıram. Ceyhun. Kimsesizlik büyük derttir. Kimsesizlik yaman ağır. Hansı fəsildir bilmirəm, içimdə yağışlar yağır. Olubdu sirdaşım, hem benimdi gözyaşım. Her defa aldanışım daha güçlü eder.